Ən çox D vitamini olan balıqlar hansılardır? Birinci yerdə somon balığı gəlir. Ən çox D vitamini ilə zəngin olan balıqdır. Təxminən 100 qramında 300 beynəlxalq vahid D vitamini var. İkinci yerdə skumbriya gəlir. Başsız balıq deyirik və yaxud da duzlu balıq deyirik buna. Baxmayaraq ki, Azərbaycan bazarlarında bu çox tələbatlı deyil. Çox adam bunu bəyənmir, amma həm omega 3 turşuları ilə, həm də D vitamini ilə ən zəngin balıqlardan biridir. Üçüncü yerdə isə siyənək balığı gəlir. Dördüncü yerdə ton balığı gəlir. Hətta konserv halında olan ton balıqlarında belə D vitamini mövcuddur və eyni zamanda fosfor və omega 3 turşuları da var. Beşinci yerdə cod və qızıl balıq gəlir. Bunlarda da D vitamini yüksəkdir. Araşdırmalara görə dünya əhalisinin 40%-dən yuxarı hissəsinin D vitamini defisiti var. Azərbaycanda da bu belədir. Çünki Azərbaycan baxmayaraq ki, isti ölkə biz hesab edirik, amma Azərbaycanda D vitaminini almaq sadəcə olaraq may ayından sentyabr ayına qədər mümkündür. Balıqdan sonra bir çox qidalar var ki, bunlardan da ala bilərik. Amma məsələn, gündəlik D vitamini ehtiyacı əgər defisit varsa bizdə, günəşdən kifayət qədər yayda vitamin almamışıqsa, gündəlik D vitamini ehtiyacını almaq üçün 1 kiloqram somon balığı yemək lazımdır. Həm balıq bahadır, həm də günə 1 kiloqram balıq yemək bilmirəm necə olaraq fiziki cəhətdən mümkündür, mümkün deyil. Yeyə bilərsən 1 kiloqram balıq. Yedə. Bu həm maddi cəhətdən də baha başa gəlir, amma qida əlavəsi olaraq oktyabr ayından sonra mütləq alıb içmək lazımdır. Təbii ki, həkimə yoxladın ki, sizdə D vitamini əksikdir, yoxsa yox, həkim təyin eləsin. Mən sizə Multizan D3 vitaminini tövsiyə eləyə bilərəm. Bax, əgər ciddi defisit yoxdursa, bu 10.000 vahidlikdən bir dənəsini içirsiniz, bir həftə sizə bəs eləyir. Amma yox, ciddi defisit varsa, həkimin məsləhəti ilə bu 50.000 vahidi həftədə bir dəfə içə bilərsiniz. 8 dənədir. 8 həftə içəndən sonra artıq sizin D vitamini defisitiniz ciddi defisitdən çıxacaq və ondan sonra Multizan D-nin 10.000 vahidi ilə davam eləyə bilərsiniz. İmmunitetinizi güclü saxlamaq istəyirsinizsə, qış aylarında tez-tez xəstələnmək istəmirsinizsə, bu vitamini yoxlatmaqda və bir tədbir görməkdə fayda var. İzlədiyiniz üçün təşəkkürlər.